Əgər sən verdiyin səhv qərarlara görə cəza alırsansa, sən tərcih edəcəksən ki, sürətli qərar verməyəsən. Əgər sən sürətli qərar verib səhvlər eləyəndə cəza almırsansa, o sənin üçün normallaşır. Məsələn, bəzən mən öz biznes proseslərimdə qərarı intuisiyadan verirəm. Bir işi başlayıram, tutaq ki, podkastlayır da. İçimdə bilmirəm, daxili gücmü, bilmirəm, inanmı, bəlkə də radiodan aldığım uzun illərin təcrübəsimi. Mən deyirəm ki, bu işləyəcək. Yəni mən daha çox intuisiyadan qərar verirəm, nəinki öyrənməklə. Məsələn, məndə bu belə işləyir də. Yox, əslində bax burada maraqlı bir nöqtəyə toxundun. İntuisiya ilə qərar verməyi ona görə davam edirsən ki, sən intuitiv verdiyin qərarların rewardu daha çox olub, nəinki cəzası. Yəni orada mükafat almısan. Ona görə sən onu eləməyə davam edirsən. Amma sən intuitiv qərarlar verib çoxlu zibilə düşsəydin, problemlər yaşasaydın, sonra sənin davranışın dəyişir. Bu bir. İkincisi, intuisiya necə işləyir? İntuisiya nədir ümumiyyətlə? İntuisiya sən datasetdir də. Eynən. Yəni sən həyat yaşamısan, müəyyən şeylər eləmisən, nəticəsini görmüsən. Beyində bu məlumat var. Sən bir qərar verəndə şüur altından beyin analiz edir olan bütün datanı və sənə qərar verir ki, bunu eləsən nəticəsi bu olacaq. Yaşadığın şeylərin əsasında. Havadan gəlmir o. Nə bilim, ilahi bir şey deyil, bacarıq deyil. Və sən qərarı verirsən və o intuisiya ona görə etibar edirsən ki, sən o cür davranıb mükafat çoxlanmısan.